Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu vəsselamu ala Resulullah və alə alihi və səhbihi əcməin əmmə bə'd. Və keçən dərs hansı hərfə qədər keçmişdik Tunar? Şin hərfinə qədər elə. Bəli, mənim. Bu gün yeni hərfləri yazaq. Şin hərfindən sonraki hərfləri. Növbəti hərfimiz sad hərfi. Sad, bad, yəni bu da dad hərfinin yəni əvvəl forması. Baxın, burada necə yazılır? Eyni formada yazılır, amma bir özündən sonra bitişik xətti var. Bitişmə xətti. Burada da həmçinin özündən sonra bitişmə xətti, bir xəttə əvvələ. Bu formada dad. Dad, dad. Sonra ta olduğu kimi. Ta olduğu kimi bir əvvələ xətt və sonda da olduğu kimi və əvvələ bir xətt. Va da eyni qaydada. Va. Əyn. Baxın, üst yumrusu var, amma aşağısında olan yumru yoxdur. Əyn hərfi də aşağı alt hissəsi yazılmır, amma sadəcə üst hissəsi yazılır və bitişik xətti olur. Əyn hərfinin ortada yazılış formasına diqqət edin. Ortada yazılış forması biraz fərqlidir. Belə xətt gəlir. Baxın, bu formada. Bir də yazıram. Xayn hərfində eyni formada olacaq. Gəlir, yuxarı, elə üçgünc formasında. Bu formada, bu xayn. Amma əvvəldə isə ikisində də eyni formadadır. Xayn hərfi. Və sonda da. Sonda da eyni bu formada belə əyn və qayn hərfləri. Əyn və qayn. Qaf, kəfləmin. Fə qaf hərfini də keçək, çünki dərsimiz uzanmasın. Fə hərfi də olduğu kimi. Sadəcə yumrusu fırlanmır buradan. Nəyə görə? Çünki birləşmə xəttidir ona görə. Ortada da. Baxın. Fə hərfi. Bu birləşmə xəttidir. Sonda da sonda da fə hərfi olduğu kimi yazılır və əvvələ bir bitişik xətti görsənir. Bax. Qaf hərfi də eyni həmçinin olduğu kimi. 2 nöqtə, ortada birləşmə xətti sadəcə fədən biraz daha aşağı olur. Azca daha aşağı olur fə hərfindən. Çünki qaf hərfi fədən biraz fərqlənir öz yazılış formasında. Sonda da olduğu kimi və əvvələ bir bitişik xətti. Deməli, sad öz formasında, yazıldığı formada əvvəli, yəni baxın, əvvəli yazıldığı, yəni öz mücərrəd formasında olduğu formada yazılır. Sadəcə yumrusu yazılmır, çünki özündən sonra bitişməlidir. Ortada da eyni formada, sadəcə əvvələ bir xətt, sonda da olduğu kimi. Sad hərfinin yazılış formasına baxın. Bax, tutursuz bir yerdən yuxarı, bir belə, baxın, belə, bir də göstərirəm, buradan tutursuz, belə və qayıdırsınız bu ikisinin ortasına. Qayıdırsınız, bitişik xətti, belə bir şey olur, baxın.
Aha, belə bir şey olur. Sad. Dad hərfi də həmçinin. Ta. Ta hərfi də yazılış formasını dəqiqləşdirək. Bir xətt. Yəni bu üçüncü formada görsənməyinə baxmayın. Bu yəni hər insanın öz xəttinə görə dəyişir. Yəni yumru formada da elə öyrənmişiksə yumru formada ta. Yəni bunu belə də yazsaz, yəni ta bilinəcək. Yəni bu nə deməkdir? A hərfi belə də olsa hamıya görə A hərfidir. Yəni, belə də olsa hamıya görə A hərfidir, belə də olsa A hərfidir. Hamı oxuya bilir. Yəni bu da eyni formadır yəni. Yəni çox fərq olmasa, bilinsə, yəni bunun problemi yoxdur orada. Deməli, bu hərfləri indi dəftərə yaza bilən, dəftərə yazsan, yaza bilməyən də burada. Yəni kameranı belə saxlayıram. Hərflərin bitişmə formasını başa düşdüyümüzdən əmin olmaq üçün hərflər yazıram indi. Hərə bunun özlüyündə, məsələn, bax, S, P, bir də F. İkinci hərfdə G, G və B. Yəni bu hərflər indi keçdiyimiz dərsə aiddir. Yəni S hərfi, sin də var, sə də var. Yəni onları yazmayın. Buradakilərdən bax, S burada bir dənədir. Sad, S. T, ta hərfidir. Baxın, ta hərfi. Bu o T-dir. F hərfi də F hərfidir. G, qayn hərfidir. Q, qaf. D-dəki dəl deyil, dad hərfidir. Bu hərfdir, dad. Yəni indi bunu da, yəni baxın, S hərfi hardadsa əvvəldə ona aid o formada. T hərfi ortadadsa, ortadan axtarsan, ta hərfi hardadır, ona aid formada. Axtarın, indi hərə öz dəftərində yazsın. Baxaq, başa düşmüşük yoxsa, yəni qaranlıq qalan məsələlər varsa, köməkləşib aydınlıq gətirək. Kim yazıb bitirsə, xəbər eləsin. Baxaq inşallah çalışmasını. İstəyən də yazsın, şəklini çəkib şey atsın, şərh bölməsinə, Telegramda şərh bölməsinə ata bilər.
Qardaş, Esselamu Aleyküm. Düzdür? Aleykümselam Rahmetullah. Baxın. Biraz yaxınlaşdır. Ee, bir dəqiqə. Bəlkə belə tutun. Yo. Normaldır. Hə, saat, fə. Hə, bax birincisi Allahın bərik. Yaxşıdır. İkincisi qayn. Fə, ikincisi hansı hərfdir ortadakı? Qaf olmalıdır. Nöqtələri unutmuşam. Hə, nöqtəsini qoy. Dadın da deyəsən nöqtəsini unutmuşam. Hə, dadın da nöqtəsi yoxdur. Belə düzdür, hə? Bəs birləşmələri necədir? Hə, birləşmələri düzdür. Sadəcə qaf hərfinin birləşməsi, yəni yumru olmur. Alt tərəfi düz olur. Düz formada. Biraz aşağı olur, amma düz olur. Yumru formada birləşmir. Bir dənə də eləyim ondan. Bax, formaya bax. Qaf hərfi qayn. Qaf bu formada, yəni belə yumru yox. Hansısa biraz yaxın elə Musa. Yoxsa çətinlik çəkirəm telefon tuta. Aha, qayn. Sonra. Aha, biraz aşağı gətir. Sonra düz elə. Bunun burası bu xəttdən aşağı düşməlidir də, düzdür? Hə, biraz aşağı düşməlidir. Fədən fərqli olaraq biraz aşağı düşməlidir. Aha. İşte bax belə. İndi qaldı bu birisi, bu da ki. Aha. Hə, bax bu formada. Bax, ümumiyyətlə, sin hərfinin, sad hərfinin, onların qaf hərfinin yumruları eyni formadadır, eyni şəkildədir. Yəni, onlar fərq eləmir. Məsələn, bax, lövhəyə baxın. Sad hərfi yazdın, yumrusu bax, eyni bu formada. Sin yazdın, eyni. Qalxır, biraz yumru, bax, belə olur. Yəni, belə olmur. Sin belə olmur. Belə uzun formada olmur, yumru formada. Sin, şin olsun, bunlar eyni hərflərdir. Bax, yumruları eyni formada, qat olsun. Bax, hamısı eyni yumrular eynidir, fərqlənmir bir-birinə. Yəni, belə biraz uzun eləmə, biraz gəlib fırladırsan belə yumru, bəs edir. Müəllim, üzr istəyirəm. Əslində var ha, bu siz elə lövhəmizdə məsəl üçün xəttlər çəksəydiniz, bu bilərdik məsəl üçün hansı hərf xəttin altına düşür. Əslində, mən onun dəftərdə, əvvəldə riyaziyyat dəftərində riyaziyyat dəftərində keçməkdə məqsədim o idi ki, yəni siz biləsiniz hansı formada yazılır, birləşmələr hansı nöqtədən olur. Onu ona görə riyaziyyat dəftərində keçirdim. Sonradan qardaşlar bəziləri dedi ki, belə daha rahatdır. Bax, məsələn, bax, belə deyim sizə. Bu, riyaziyyat dəftərinin damalarıdır, düzdür. Yəni, birləşmələr olanda, bax, fə hərfi. Bu damadan biraz yuxarıda olur. Amma bu damadan birləşmə gedir. Gəldi, əyn hərfi. Məsələn, əlif hərfi olanda, bu damadan biraz yuxarı çıxır. Yəni, riyaziyyat daması dəftəridirsə, bu damadan biraz yuxarı çıxmalıdır əlif hərfi. Ortada qalmır. Bunlar kimi olmur. Ondan sonra, məsələn, xa hərfini yazdıqsa, xa hərfi. Ondan sonra cim hərfi sonda. Cim hərfinin birləşmə yeri belə olmur. Yəni, altından yox. Bu, aşağıdan olur. Yəni, cimin yumrusu aşağı düşür. Və yaxud da, məsələn,
belə bir xətt çəkək. Buradan başlayırıq qaf hərfindən deyək. Başladıq qaf hərfindən. Qaf hərfini yazdıq. Sonra ta hərfi. Ta'nın da xətti dammadan yuxarı çıxır. Buradan olmur. Sonra gəlirik. Əyn hərfi də axırda yazanda aşağı düşür. Çünki birləşməsi yuxarıdandır, bax. Gəldi. Əynin yumrusu aşağı düşür. Əyn, məsələn, yazsaz dəftərdə. Və əyn, sonda yazanda əyn belə olmur. Yəni, bu yuxarıda olmur əyn. Bu aşağıda olur. Bu yumrusu isə bu formada aşağı düşür. Əynin yumrusu aşağı düşür. Sonra qaf hərfinin sonda yazılışı. Məsələn, gəldi hərflər, məsələn, deyək, qayn oldu, dad oldu, qayn, dad və qaf hərfi. Qaf hərfini də yazanda bu formada. Yumrusu aşağı düşür və qalxır damanın ortasına qədər yumrusu. Bu formada yazılır. Yəni, bəzi qardaşlar da yazanda belə yazırdılar. Yəni, yazıb fə, əyn, əlif hərfini belə yazırlar. Bir damanın içində. Və yaxud da cim hərfi belə yazırlar, cim hərfini. Altı ilə birləşdirirlər. Amma bu cim hərfi aşağı düşür əslində. Və yaxud da dad hərfi sonda yazılanda yumrusu aşağı düşür bu formada. Yəni, bunu ən sonda əslində dərsin içində keçmək daha yaxşı olardı. Yəni, birləşmə xəttlərin. Amma dad hərfin, bax, bu yumru, altı yumru olanlar, bunlar sətirdən aşağı düşür. Ta hərfi deyək, damanın içindən gedir. Yumru, məsələn, sad, dad, əyn, qayn, fə. Fə hərfi sonda da olsa, məsələn, xət çəkək, əvvəldən gəlir sad, ta və sonda da fə hərfi. Fə hərfi də bu cərgədə olur elə. Düz üstünə. Yəni, damanın üstünə, xəttin üstünə gedir. Yəni, eləmir, aşağı düşmür, yəni. Amma qaf hərfində düşür. Cim hərfində başa saldım. Yəni, əsas hərflər bunlar idi. Qalan bütün hərflər fə hərfidir. Fə hərfi yazanda nöqtələr yuxarıda olur, amma bu özü damanın içində olur, bir damanın içində. Yəni, siz bunu aşağıda da yaza bilərsiniz. Bu bir növ nədir? Əsas birləşmə xəttlərin, yəni keçdiyimiz formada birləşdirin. Bu bir növ bizim dilimizdə, yəni damaların içində Azərbaycan hərflərini yazmaq kimi bir şeydir. Məsələn, A yazırsan, sən Z-nı belə də yazsan oxunur. Amma yaxşıdır ki, Z-nı belə yazırsan. Yəni, bu belə bir sahib edir. Bir də sinlə şin də aiddir də bura, düzdür? Sinlə şin. Sin, şin, əgər görsənirsə oradan. O da xəttin altına düşür. Sonda yazanda, bir dənə, bax, sinin əvvəldə forması belə yazıldı, ortada da şin bu formada, ortada. Sonda da şin düşdü xətdən aşağı, bax. Altı xətdən aşağı düşür. Şin. Yazmaq ona görə yaxşı, yazmağı öyrənmək ona görə yaxşıdır ki, siz bundan sonra ərəb dilini öyrənməyə başlasaz, yəni yazmaq çox sizə lazım olacaq. Amma belə bəzilərimizin xətti zəifdir məsələn, amma heç bir problem yoxdur. Yəni, o Quran oxumaqda heç bir çətinlik törədən deyil. Əsas görəndə hərfi tanıyaq, Quran oxumaqda inşallah ki, heç bir problem olmayacaq. Başqa yazan var idi. Hərfləri, göstərdiyim hərfləri yazan oldu başqa. Mən də yazmışam. Tunar, baxım sənə də. Gözüm. Mənim səsiniz bağlı deyil. Aha, sad, birincisi sad hərfi, sonra ta, sonra fə. Fənin nöqtəsini qoyarsan sonda. Aman, yadımdan çıx. Bir də qayn, qaf və dad hərfi. Bunlar inşallah get-gedə düzələn şeylərdir. Məsələn, çalışın, birləşmə xətləri daha səliqəli görsənəcək. Əgər siz bir xətt üzərində birləşdirsəz, çalışın xətləri bir xətt üzərində birləşdirin. Xətdən hərflər göydə, məsələn, bəzisi aşağıda falan olmasın. Məsələn, riyaziyyat dəftərini yazanda hərfləri silək.
Məsələn, bu bizim dəftərimizdir deyək. Bu bizim dəftərimizdir deyə. Bax, burada yazırıq, bax, hərfləri başdan. Məsələn, S hərfi başladıq, gəlir, S-dir. Birləşmələr, baxın, bir xətt üzərində olsa daha yaxşı. Məsələn, ta, qaf hərfi gəlir. Qaf, sonra əlif qalxdı, sonra xa hərfi, sonra gəldi, məsələn, qayn hərfi. Hamısı xətt. Birləşmələr bir xətt üzərində getsə, xətt də gözəl alınacaq sonra. Yəni, belə, məsələn, bir xəttdir. Çəkək xəttimizi. Ayn hərfi yazdın. Birləşməsi eyni xətt üzərində getsə, ayn, sonra məsələn, dad, fə, cim. İndi mim hərfini keçməmişik, yazmayaq. Ra, zəl, əlif. Bax, bunlar birləşmədiyinə görə, özündən sonra birləşmədiyinə görə bunları ayrı yazırıq. Yəni, bu formada çalışın. İnşallah o dərhal düzələn bir şey deyil. Get-gedə bir şey çox elədikcə, vərdiş halına aldıqca xətt get-gedə düzələcək, yəni inşallah. Bir xətt üzərində olsa daha yaxşıdır. Amma yenə də dediyim kimi, bu sizin yəni Quran oxumağınıza çox da təsir göstərməyəcək. Yəni, Quranı inşallah, çünki Quranda hərflər çox gözəl formada yazıldığına görə həm rahat şəkildə oxuya biləcək. İndi bizim bundan sonra yerdə qalan hərflərimiz var və qafa qədər keçdik bugün. Ləm, mim, nun, vav, hə, yə. Son dərsimiz var. Bundan sonra son hərfləri də keçirik bundan sonraki dərsdə. Son hərfləri keçəndən sonra, ondan sonra artıq biz artıq oxumağa başlayacağıq. Çünki, məsələn, hərfləri birləşdirəcəyik. Qayn, fə, sad, belə yazacağıq. Bax, fə, qayn, sad, məsələn. Sonra hərəkələr var. Artıq bunların üstünə hərəkələr qoyacağıq. Ondan sonra tam yavaş-yavaş, bir-iki dənə başqa bir neçə hərəkə var. Onları öyrənəndən sonra artıq yəni Quran-ı Kərimdə yavaş-yavaş, məsələn, baxan kimi məlumatımız olacaq hərflər haqqında. Rahat şəkildə hərfləri deyə biləcəyik. Kimin sualı varsa, bir də kim yazdısa və yaxud da dərsin təkrarında baxar, kim yazdısa hərfləri dəftərinə heç. Yəni, yazmayanlar da yazsın hərfləri. 10 dənə 3 hərfdən ibarət, məsələn, yazsın Ğ, F və yaxud da S. Bu hərfləri birləşdirsin və yaxud da hərfləri çoxaltsın, birləşdirsin. Köhnə hərflərdən də ibarət olsa, problem yoxdur. Yazsın hərfləri, hətta dərsi yaxşı başa düşsün deyə. Sonra və yaxud da WhatsApp-da mənə və yaxud da Ümid mənə yönləndirər. İndi mənim nömrəm yoxsa Ümiddən istəyə bilərsiniz və yaxud da şərh bölməsində çalışmaları atarsınız, yoxlayaram. Kimin nə çətinliyi varsa. İndi qardaşlarım bəziləri yazırlar WhatsApp-da. Çətin olan şeyləri, başa düşülməyən şeyləri başa salırıq. Oldu. Kim sualı varsa versin. Yoxdursa Allahın izniyle bitirək dərsi. Müəllim, bu üzr istəyirəm, belə ümumi 28 hərf alınır, hə? Bəli, 28 hərf var. Bu həmzə falan nədir belə, həmzə? O hərf deyil. Yəni, o əslində əlifdir. Əlif olacaq. Bunu inşallah bundan sonra keçəcəyik. Yəni, bu əlifbanın hərflərini tam bitirək. Ondan sonra həmzə qoyulur əlifin üstündə. Yəni, o nə üçündür? Məsələn, söz var ki, söz əlif boş belə söz başlamır. O həmzə ilə başlayır. Yəni, bu işarənin adı həmzədir. İnşallah bu işarəni keçəndə adını deyəcəm sizə. Bu işarənin adı həmzədir. Yəni, əlif daim həmzə ilə yazılır. Yəni, bundan sonraki dərslərə aiddir. Amma yenə də keçəcəyik inşallah onda. İnşallah. Oldu. Allah bərəkəti versin sizə. Subhanəkallahumma və bihamdik və əşhədu an la ilahə illə ənt. Estağfiruka və etûbü ileyk.